Deməli bu günləri Rüfətin 50 yaş olmalı idi. 48 olmalı. Yəni ki bu günləri belə risk eləmişik ki, 50 əslində 50-ni seçməliydik. İndi fikirləşdik ki, bir də 50-yə qalmarıq. 48 elədi ki, Deyizbazar Ataşev onu seçsin. Sağ ol. Öpürəm səni qaqaş. Sən məsələn bunu çək. Yo. Qardeşim, bax qardeş, sənə başqa dönərəm. Bəs eləyər. Yo. Götür atam, konverti də atacağıq. Bu başqa, o başqa. Yəni biləsən də atam da. Böyle bir çox oldu. Təbrik edirəm səni. Allah sənə var eləsin. Ataşevidən ayrılmıyor, Ataşevidən ayrılmıyor. Məktubunu Rüfət, elə olsun, onun bu maraqlı var da. Rüfət bizim ürəyimizdir, canımızdır və Rüfət həm də deyimsə ki, meyxəbərdir, meyxəbər. Bir iki nə variant var, onu da deyərdim. Öpürəm səni, var ol. Bax belə, bu günləri hardayam, bu gün gəlmişəm Rüfət Nasossunun ad gününə. 48. Neçə o da 50 inşallah yaşayarıq, 50-ni də eləyərik. Salam əleykum.